Yaxşısı budur da xoş gördük. İncəsənətin qədim növlərindən biri olan rəqslərimiz haqqında araşdırma aparmışıq. Vaxtilə el şənliklərində süzən Azərbaycan qızları hal-hazırda niyə Dərisov kişi obrazlarında oynayır? Sualına da cavab axtarmışıq. Yaxşısı budur, diqqətiniz bizdə olsun. Rəqslə məşğul olmağın hansı faydaları var? Neçə yaşdan rəqsə getmək uşaqlara xeyirdir? Milli rəqslərin peşəkarı olmaq üçün neçə il təhsil almaq lazımdır? Hansı rəqs növlərinə maraq çoxdur? İncəsənətin bu növü ilə məşğul olan zaman hansı riskləri nəzərə almaq lazımdır? Xarici rəqslərə ölkəmizdə tələb necədir? Az sonra yaxşısı budur da. Rəqslərdəki şənlik, şuxluq, xanımların nazlı əl hərəkətləri, bəylərin qəhrəmanlığı, insanlarımızın ibtidai baxışları, həyat tərzi və inancları nəticəsində yaranıb. Hələ eramızdan 2-3 min il əvvəl Tunç dövründə məişətdə mühüm yer tutan rəqsləri insanlar ovun uğurlu olması, döyüşün qalibiyyətlə nəticələndiyi zaman ifa edib. Mən məsəl üçün bu balacaları necə yetişdirirəm? Sarı gəlindən, Uzundərədən, Mirzəyidən, Vağzalıdan, mənim körpə qruplarım hamısı Köçəri Yallısından tutmuş, bizim bütün Azərbaycan qədim rəqslərinin ən azından hər dərs bu musiqisini eşidirlər, valideynlər. Buna şahid olur ki, uşaqlar düzgün milli rəqs üzrə tərbiyələnirlər. Məsəl üçün, adi sarı gəlini mən sizə necə göstərmişəm? Biz necə eləyirik? Birinci istəyirsiniz göstərim, onlar mənə təkrarlasınlar. Saçın uzun hörməzlər. 1, saçımızı göstəririk. 3, 4, gülü sulu dərməzlər. Uşaqlar məsəl üçün gülü götürürlər, iyniyirlər. Bütün bu hərəkətlə milli rəqslərin gözəlliyini, incəliyini göstərirlər. Bir də zəhmət olmasa süzmə hərəkətini eləyin, ayağı açın. Məsəl üçün, onlar bilirlər ki, bu sadəcə texniki hərəkət deyil. Süzmə nə deməkdir? Süzmə çayın, şəlalənin, suyun süzməsi insana necə hüzur verir. Mənim qızlarım artıq 5 yaş, 6 yaşlar olmağına baxmayaraq onu bilirlər. Onlar bilirlər ki, əllərini incə saxlayacaqlar, baxışları incə olacaq. Hamımız fırlanırıq səni. Mən etməyəcəm, siz eləyirsiniz. Yaxşı? 3, 4, fırlandıq. 1, 2, 3, 4, durduq. İndi digər ayağımızı açdıq. Mən sayanda başlayacaqsınız. Əllər qəşəng, barmaqlar düz. 3, 4, fırlandıq. 1, 2, 3, 4. Milli rəqs onları başa salanda həmişə deyirəm ki, bizim əllərimiz gülü xatırladır. Biz mütləq əllərimizi açanda, bütün hərəkətləri eləyəndə gül obrazını gözümüzün qabağına gətiririk. Məsəl üçün, siz professional nəzərə alırsınızsa, uşaqların rəqs dövrünü bizdə qəbul 4-16 yaş aralığındadır. Mən o yaş həddi ilə işləyirəm, onları səhnəyə hazırlaşırıq. Ancaq belə ümumi rəqsin heç bir qayda qanunu və yaxud da bir limiti yoxdur. İdeal vaxt 4 yaşdandır. Çünki 4 yaşda artıq uşaq həm bağçaya gedir, müəllimi dinləməyi bacarır və bilir ki, müəllim dediyi sözü əməl etmək lazımdır. Məktəb yaşlı uşaqlar üçün rəqs etmək və dərnəklərə yazılmaq faydalıdır. Çünki məktəbdə dərslər, ev tapşırıqları, kompüter arxasında oturmaq uşağın həyatının bu cür ləng ritmində mütəmadi fiziki fəaliyyətə ehtiyacı olduğunu göstərir. Mən deyərdim ki, rəqs travması olmayan yeganə idman növlərindən biridir. Əlbəttə ki, idman deyil, sadəcə musiqi ilə hərəkətlərin tandem edir. Rəqsdə heç vaxt travma olmur. Rəqsin qamətimizə çox gözəl təsiri var. Milli rəqsin daha gözəl təsiri var. Osteopatlar, dünya assosiasiyaları, osteopatlar, onlar təsdiq ediblər ki, Azərbaycan rəqsləri, Qafqaz rəqsləri qamətdə, bizim onurğa sütunumuzun formalaşmağında çox gözəl bir rolu var. Rəqsin sağlamlığı xeyri çoxdur. Ürəyə xeyri çoxdur. Uşaqların dünya görüşünün artmağına, uşaqların sosiallaşmasında çox böyük rolu var.
Məsəl üçün uşaqlar konsertlərə gedirlər, xarici ölkələrə, festivallara gedirlər, dünya görüşləri artır, başqa ölkələrlə dostluq edirlər, onların rəqslərini görürlər, mədəniyyətləri öyrənirlər. Yəni mən rəqsin faydalarını saysam, onlar bitməyəcək. Pozitiv emosiyalar bəxş edən rəqs uşaqlarda ünsiyyət bacarıqlarını inkişaf etdirir. Hətta utancaq və ünsiyyətçil olmayan uşaqlar belə özlərinə yeni dostlar qazanır, komandaya qoşulurlar. Burada gələn uşaq artıq cəldliyi öyrənir, artıq bilir ki, bir mahnıdan digər mahnıya nə qədər vaxtı var, o vaxtını düzgün səmərəli istifadə etməyi öyrənir. Cəldliyi öyrənir. Uşaq bilir ki, bir rəqsdən səhnədən çıxana qədər digər rəqsin 3 dəqiqə vaxtı var, paltarını dəyişib səhnəyə qayıtmalıdır. Bu boyda uşaqlar onu belə bacarırlar. Uşaqlar ardıcıllığı öyrənirlər, disiplinanı öyrənirlər ki, rəqs zalına girərkən necə durmalıyam, necə salamlaşmalıyam, hansı musiqidə necə hərəkət etməliyəm. Uşaqların mental şüurları o qədər inkişaf edir milli rəqslərimizin, ümumiyyətlə rəqsin gedişatı ilə. Rəqs körpəlikdən uşaqda özünü idarə etmə bacarığı, bir komandada işləmək və həmyaşıdları ilə əməkdaşlıq etmək, müəllimə qulaq asmaq qabiliyyətini inkişaf etdirmək üçün faydalıdır. Məktəbə gedərkən uşaq onun üçün yeni olan şərtlərə həm də psixoloji cəhətdən hazır olur. O halla qarşılaşırıq ki, valideyn özünün öz ürəyində olur və yaxud da bilir ki, o uşağına bunun xeyri çox olacaq, o uşağını gətirir. Sadəcə elə uşaq var ki, onun milli rəqsə çox sevgisi yoxdur. Əlbəttə biz müəyyən müddətdən sonra onu yönləndirib baletə yönləndirə bilərik, digər rəqslərə yönləndirə bilərik. Sadəcə hər hansı bir rəqs növü olsun, mən düşünürəm ki, hər bir uşağın gedişatında, təhsilində olmağı çox gözəl olardı. Çünki musiqi ruhun qidasıdır. Rəqsə gələn, rəqslə məşğul olan uşaqların təhsili də çox əla olur. Orada beyin yarımkürələrimiz, sağ və sol yarımkürələrimiz işləyir. Bir tərəfdən biz musiqini dinləyirik, hərəkət bazasını yerinə yetiririk, gözlərimizlə baxırıq, yadda saxlayırıq. Yəni fiziki və mental olaraq rəqsin uşaq həyatında önəmi çox böyükdür. Son zamanlar ölkəmizdə azyaşlılar arasında rəqsə maraq artıb. Bu marağı sosial şəbəkələrdə tez-tez paylaşılan azyaşlı rəqslərindən də görmək mümkündür. Amma bu videolarda təzadlı məqam qız uşaqlarının oğlan kimi oynaması, kişi rəqsinə xas elementlərdən istifadə etməsidir. Təəssüflər olsun ki, çox vaxt insanlar müasir sözü deyəndə onlar müasirliklə və stilizasiyanı səhv salırlar. Bəli, rəqslərdə inkişaf getməlidir. Bütün dünyada elədir. Amma hətta bizim öz xalq rəqslərimizdə də müasirləşmə, stilizasiya gedirsə, o demək deyil ki, biz öz adət-ənənəmizdən uzaq düşməliyik. Öz adət-ənənəmizi əsas götürərək onun üzərində müasirləşmə etmək olar. Amma o ki, qaldı kişi rəqslərini qadınlar ifa edir. Mən düşünürəm ki, çox bu mənfi bir fikirdir. Ona görə ki, məhz kişi rəqsi kişi kimi ifa olunmalıdır, qadın rəqsi qadın kimi. Həyatda da elədir. Xanım təbiətcən zərif, incə olduğu üçün və onun ifası da həm zərif olmalıdır, həm incə olmalıdır. Kişi xalıqda bizdə mərd, yiğitlik rəmzi olduğu üçün də onun hərəkətləri də, rəqsi də məhz kişi kimi və bəy kimi olmalıdır. Kimi rəqs etməkdən söhbət gedərkən, ola bilsin ki, elə oğlan kimi bizim bəy havamızı öyrətsələr, belə mən onunla razılaşardım ki, qamət düz saxlanılır, milli rəqsin etnoqrafiyası öyrənilir. Axı, orada çox bayağı musiqilər səslənir, bel bükülmüş vəziyyətdədir. Onun nə xeyri ola bilər ki, onun nə gözəl görüntüsü ola bilər ki, onun uşağın istər düşüncəsinə, uşaq bayağı musiqilər eşidə-eşidə böyüyür. Uşaq savad artımı yaranmır orada. Bir var ki, uşaq sarı gəlindən başlamış Uzundərəmizdən Üzeyir Hacıbəyovun musiqiləri sədasıyla böyüsün. Bir də var ki, uşaq mənşəyə məlum olmayan, sözlərin məntiqi mənası olmayan, hətta deyərdim ki, çox bərbad bir sözləri olan musiqi sədası altında böyüsün. Bunun nəticəsi müqayisə olunmazdır. Və pis tərəfi odur ki, sabah o uşaqlar müəyyən bir müddətdən sonra zal açıb dərsdə keçəcəklər. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir.
Aprelin 29-u Beynəlxalq Rəqs günüdür. 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunan bu əlamətdar tarix Fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jean-Georges Nouverin anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir. Ölkəmizdə Bakı Xoreografiya Akademiyası fəaliyyət göstərir. Akademiya ümumi təhsil, orta ixtisas və ali təhsil pillələri üzrə təhsil proqramı həyata keçirdir. Bu akademiya Şərq aləmində ilk dəfə bizim ölkəmizdə yaradılıb. Bizim Xoreografiya Akademiyamız uzun illərdir, artıq 90 ildən artıqdır fəaliyyət göstərir. Amma akademiya kimi artıq 10 ildir fəaliyyət göstərir, 2014-cü ildən. Siz düz qeyd elədiniz ki, həm Qafqazda, həm Şərqdə yeganə Xoreografiya Akademiyasıdır. Bizim akademiyamız çox pilləli bir təhsil kompleksidir. Deməli, burada həm tam orta məktəb, həm kollec pilləsi, həm bakalavr pilləsi, magistratura və doktorantura pillələri var. Yəni, çox bir unikal təhsil kompleksidir. Rəqs sənəti bizim milli sərvətimizdir. O, özündə bir neçə element birləşdirir. Musiqi, folklor, milli geyim. Rəqsin dili ilə tariximizi görürük. Elə isə gəlin görək, onunla peşəkar məşğul olmaq üçün neçə il lazımdır? Peşəkar olmaq üçün mütləq təhsil almaq lazımdır və ona görə bizim bu akademiyamızda çox pilləli təhsil ocağı yaradılıbdır ki, həm tam orta məktəbdə biz rəqs dərsləri keçirilir, həm kollec pilləsində, həm bakalavr pilləsində, həm magistratura. Ümumiyyətlə, bir professionalı yetişdirmək üçün ən azı 15-18 il lazımdır. Bu sənətlə peşəkar məşğul olmaq fikriniz varsa, onun müsbət və mənfi tərəflərindən də düşünürəm ki, agah olmalısınız. Milli rəqsin qızlardan söhbət gedirsə, heç bir mənfi tərəfi yoxdur. Heç bir fiziki orada güc tətbiq etmirlər. Məsəl üçün diz hissəsində milli rəqs trük edən insanlarda ola bilər ki, diz hissəsində meniskdə ağrılar ola bilər, amma onlar trükaç biz deyirik onlara. Onların yönümü başqadır. Onlar artıq öz yollarını bəlli ediblər ki, çox güclü fiziki hazırlıqlar olur. Qızlarda isə milli rəqsin heç bir fəsadları heç vaxt ola bilməz. Müsbət cəhəti biz bildiyimiz kimi deyəndə ki, insan hər zaman hərəkətdə olmalıdır və hərəkət insanı həm sağlamlığına çox müsbət təsir edir, həm insanı cavan saxlayır və onu zahiri görünüşünü, belə deyək, fiziki formasını saxlayır. Bu, əlbəttə ki, rəqsdə böyük hərəkətlər olduğuna görə, fiziki hərəkətlər olduğuna görə insan daimi fiziki formada olur. Mənfi cəhəti odur ki, həm idmançılarda, həm də xoreografiya sənəti ilə məşğul olan insanlarda illər ərzində çoxlu zədələr olur. Əlbəttə ki, saatlarla, illərlə fiziki işləməyin nəticəsində olur. Amma əgər insan bu sənəti sevirsə, o çətinliyə və o zədələrə baxmayaraq həmişə inkişafda davam edir. Peşəkarlıqdan danışırıqsa, Azərbaycan və dünya xalqları rəqslərinin mahir ifaçısı, baletmeyster, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Bakı Xoreografiya Akademiyasının prorektoru,
Dosent Təranə Muradova ilə olan məşhur qonaq rubrikamıza keçməyin tam zamanıdır. Rəqs sənətimizin canlı əfsanəsi hal-hazırda məşqdədir, amma sağ olsun ki, bizə vaxt ayırıb. Xoş gördük sizi. Necəsiz? Çok sağ olun. Yorulmayasınız. Sağ olun ki, vaxt ayırmışsınız bizlə bu günlər həm söhbət olmaq üçün. Çok sağ olun. Benim için de hoştu ki bir gün Koreografiya Akademiyası'nın qonağısınız ve şadam sizi görmeye. Bu da bizim geleceğimiz, bizim demək olar güzel sənətin davamçıları, birinci kurs tələbələridir və ümid edirəm ki, onlar da Azərbaycan rəqsi gözəl səviyyədə təmsil edəcəklər. Sizin kimi öz töhfələrini mən də ümid edirəm ki, verəcəklər. Müasir Azərbaycan gənclərinin rəqsə marağı sizcə necədir? Artıq bir peşəkar olaraq nə deyərsiniz siz bu haqda? Mən istəyərdim ki, bizim gələcək nəsil Azərbaycan rəqsinə daha da çox önəm versinlər. Daha da bizim gözəl yağlarımız, mən tədbirlərdə olanda görürəm ki, bəzi cavanlar öz yağlarını bilmirlər və mən istəyərdim ki, hər zaman hər gələcək nəsil öz mədəniyyətini, öz tarixini qorusun və daha da diqqətlə yanaşsın rəqslərə. Çox gözəl vurğuladınız. Təəssüflər olsun ki, bir də bayağı rəqslər son dövrlər daha çox biz sosial şəbəkələrdə görürük. Qızların bir oğlan kimi ədalar eləməyini. Nəyə görə bizim öz milli rəqslərimizə marağın azalması və həmçinin də bu cür bayağı rəqslərin olması meydana çıxır? Bilirsiniz, insanlar bugün reklam qazanırlar. Fikirləşmirlər ki, biz gələcək nəsli körədiriq. Birinci günah valideynlərdədir. Bəzi adamlar elə bilirlər ki, rəqs sadəcə opanmaqdır. Yox. Mən dəfələrlə demişəm və biz bu axtla mübarizə aparırıq, müəllimlər, efirlərdə deyirik ki, xanım kimi oynamalıdır, bəy kimi. Sizcə rəqs sənətinin müsbət cəhətləri hansılardır? Nəyə görə uşaqlarımız, övladlarımız rəqs sənəti ilə məşğul olmalıdırlar? Bilirsiniz, rəqsdə hər hərəkəti eləyəndə beyin işləyir. Kütləvi rəqslər olsun, solo rəqslər quranda sənin hər zaman beynin işləyir ki, sən bu hərəkətdən sonra hansı hərəkəti eləməlisən, bu hərəkətdən sonra hansı hərəkəti eləməlisən. Rəqs gözəllikdir. Sən tamaşaçıya ayrı bir pozitiv enerjiya gətirirsən. Rəqs ərtərəfli çox gözəl bir sənətdir. Mən bildiyim qədərilə bu sənətin həm də bir balaca mənfi tərəfləri də var. Rəqs sənəti çox peşəkar bir sənətdir. Bu böyük bir məktəbi, akademiyanı, indi hər zaman akademiya deyirik, amma 90 il bundan əvvəl bu sadəcə xoreografik məktəb idi və xoreografik məktəbdə uşaqlar, tələbələr oxuyurdular və sonra dövlət kollektivlara gedirdilər və çox peşəkar bir məktəb keçirdilər. Sənətdə insan qısa ömür səhnədə yaşayır və artıq 40 yaşında ya 35 yaşında bu sənəti artıq qoymalıdır və ayrı bir davamı olmalıdır və mən istəyərdim ki, bu uşaqların təqaüdü olsun ki, bunlar artıq 40 yaşından sonra daha fəaliyyəti dayandırandan sonra ki, onların şəxsi təqaüdləri olsun ki, insanlar qorxmasınlar, insanlar istəsinlər bu sənəti. Mənim üçün çox xoşdur ki, bugün bu sənət davam eləyir və ümid eləyirəm ki, bəlkə bu tələbələrdən demək olmaz ki, hamısı, çoxsu dözmür bu məktəbi, çoxsu davam eləmir bu sənəti. Ona görə ya fiziki dözmürlər, ya onun potensialı yoxdur və ona görə çoxsu davam eləmir. Amma ümid eləyirəm ki, bu tələbələrdən 2-3-ü parlaq ulduz ola bilərlər. Amma hər zaman işləmək, sevmək və yaratmaq. Təşəkkür edirəm, var olasınız ki, bu günləri vaxt ayırdınız bizə. Uğurlar sizə dərsinizdə. Çox sağ olun.
Rəssam gözəlliyi kətan üzərində əks etdirirsə, rəqqaslar isə əl-ayaq hərəkətləri ilə nümayiş etdirir. Bizim müasir dövrdə ölkəmizdə xarici rəqslərə də maraq az deyil. Elə həmin rəqslərin tədrisi ilə məşğul olan dərnəklərdən birindəyik. Xarici rəqslərə ümumiyyətlə maraq artıq 25 il bundan qabaq artmaya başladı. Sadəcə hər dövrün öz rəqs növünün populyarlığı var. Mən bilən Azərbaycanda, əsasən Bakıda bir vaxt breakdans çox populyar idi. Ondan sonra hip-hop populyarlığı aldı. Amma son illərdə ümumiyyətlə dünyada high heels, uzun dabanın üzərində xanımlar rəqs edir. Dancehall, Afrobeat rəqs növləri indi daha da populyardır və milli rəqsimiz bu bizim ənənəvi rəqslərdir. Orada dəyişikliklər olmur. Biz çalışırıq o ənənəni saxlayaq, bir-birimizə ötürək. Müasir rəqsdə isə hər dəfə nəsə bir təzəliklər olur, təzə janrlar çıxır və dəblə gedən insanlar hər zaman o dəbə uyğun geyinirlər, rəqs edirlər. Ümumiyyətlə onların xarakteri də elə də dəyişilir. Ölkəmizdə çoxlu talantlı, istedadlı uşaqlar var, yeniyetmələr var və onların inkişafı üçün onları ölkədən də xaric göndərib festivallara lazımdır. Onların bir dünya görüşü çoxalsın. Onlar obri professional rəqqasları da öz yaşıdlarını da görsünlər ki, bilsinlər istiqaməti hara tutsunlar. O yüzden də əlbəttə ki, bizim ölkəmizdə də festivallar keçirilməlidir. Ona görə mən fikirləşirəm ki, dövlət tərəfindən bir maraq olsa, əsasən müasir rəqsə, onun inkişafına biz çox bir qısa zamanda böyük nailiyyətlər əldə edərik. Dövlət ansamblları olur ki, festivallara nazirlik göndərir. Amma hər kəs bilir ki, bizim ölkəmizdə müasir rəqslə məşğul olan professionallar var. Bizə də etsələr belə köməklik, hansı festivala göndərsinlər. Orada biz ölkəmizə, Azərbaycanı müasir rəqs üzrə təmsil edək, göstərək ki, bizim ölkəmizdə də rəqqaslar var. Məncə artıq sonra bu birinci elə bir ki, etapda kömək lazımdır. Sonra fikirləşirim ki, o komanda artıq özü də onları tanıyandan sonra özü də ona nail olacaq. Yaxşısı budur ki, hər valideyn öz uşağının istəyini eşitsə, rəsm olsun ya da incəsənətin hansı bir növü olsun, yaxşı olar. Rəqs baxımından da uşağın gələcəyi üçün rəqs onu daha da inamlı həyatda göstərəcək, ona bir əminlik verəcək həyatda. Rəqslə məşğul olmaq o demək deyil ki, insan mütləq bu sənəti seçməlidir. Rəqs bizim milli dəyərimizdir. Hər bir insan, hər bir Azərbaycan vətəndaşı, mən düşünürəm ki, öz xalq rəqslərini bilməlidir. Ən azından el şənliklərində, toylarda estetik baxımdan gözəl ifa eləmək düşünürəm ki, hər bir insana gözəllik gətirir. Yəni, insanlar, uşaqlar bu Azərbaycan rəqslərindən məşğul olmalıdırlar. Amma artıq sonra özləri seçim etmədilər, bu sənətdə qalsınlar, yoxsa yox. Qalmasalar da, yenə də onlar öz xalq rəqsləri haqqında məlumatlar olacaq və öz milli rəqslərini estetik baxımdan çox gözəl ifa eləyəcək. Bu da çox gözəl bir əlamətdir.
son olaraq buna şahid oldum ki, rəqsdə istər peşəkar, istərsə də həvəskar olan insanların həmişə çox müsbət enerjiləri olur. Elə buna görə də əgər rəqsə marağınız varsa, düşünürəm ki, məşğul olsaz yaxşıdır. Çünki stresli günü bir anda pozitivə kökləmək üçün elə yaxşısı budur. Gələn həftə yenidən görüşənədək. Hələlik.